Salam değerli izləyicilər. Demin 20 sınaq kitabçasından ikinci qruplar üçün 12-ci sınağın testlərinin izahını verəcəm sizə. Qeyd edim ki, kanalımı izləyənlərin hardasa 50%-nə yaxını demək olar ki, kanalıma abunə deyirlər. Əgər bu videolar siz üçün faydalıdırsa, abunə ola bilərsiniz. Həmçinin bəyənib, şərh yazıb paylaşaraq mənə dəstək ola bilərsiniz, əməyimi qiymətləndirə bilərsiniz. Başlayaq suallara. Yaxınlaşdıraq. Birinci suala baxırıq. Uyğunluğu müəyyən edin. Erkən Tunc dövrü, Orta Tunc dövrü. Tox əkinçiliyin daha da inkişaf etməsi, tox əkinçiliyi neolitdə yaranıbdır. Orta eneolit dövründə inkişaf edibdir. Artıq Erkən Tunc və Orta Tunc dövründə tox əkinçiliyi yox idi. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi 2-ci ictimai əmək bölgüsündə baş vermişdi. Bu Orta Tunc dövrünə aiddir. Əkinçiliyin maldarlıqdan ayrılması 1-ci ictimai əmək bölgüsüdür. Erkən Tunc dövrünə aiddir. Süni suvarma sisteminin yaranması, bu da Erkən Tunc dövrünə aiddir. Ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə edilməsi isə Son Tunc Erkən Dəmir dövrünə aiddir. Heç birinə aid olmayacaq. Cavab 1-ə C, D, 2-yə B, Y bəndi. Növbəti ikinci suala baxaq. Xəritə sualdır. 1982-ci ildə Falkland böhranında iştirak edən dövləti xəritədə müəyyən edin. Bu böhran İngiltərə, Böyük Britaniya və Argentina arasında olmuşdur. Burada Argentina göstərilməyib, Avropa xəritəsidir. Cavab isə Böyük Britaniya 2-ni götürəcək. 2 də D bəndində yerləşir. 1 qeyd edək ki, Türkiyə ərazisidir. 3 Fransa ərazisi. 4 AFR Almaniya Federativ Respublikasının ərazisi. 5 isə Rusiya ərazisidir. Növbəti 3-cü suala baxırıq. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Lukul və Pompeyin başçılığı ilə Roma qoşunlarının şərqə hərbi yürüşlərinin nəticəsidir. Deməli, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı Lukul və Pompey yürüşü nəticəsində Atropatena dövləti Romadan asılı vəziyyətə düşmüşdü və ancaq Atropatenanın yerli hökmdarlar idarə etmişlər. Baxaq cavablara. Roma qoşunlarının Fransa yaxınlığında məğlub olaraq Atropatenanı tərk etməyə məcbur olması. Onu qeyd edim ki, eradan əvvəl dediyinə görə 1-ci əsrin 1-ci yarısı eradan əvvəl 100-cü ildən başlayır 51 daxil olmaqla. 51 daxil olmaqla bu eradan 1-ci əsrin 1-ci yarısıdır. 50-0 isə, daha doğrusu 50 və 1 arası isə bu isə 2-ci yarısı olacaq. Eradan əvvəl 1-ci əsrin 2-ci yarısı olacaq. Bunları fərqləndirmək lazımdır. Fransa yaxınlığındakı məğlubiyyət Romalıların eradan əvvəl 36-da olubdur. Bu 1-ci yarısının, 2-ci yarısına aid olacaq. Ona görə bunu götürmürük. Çinlə Qara Dəniz sahillərini birləşdirən ticarət yolunun ələ keçirilməsi. Bu Pompeyin eradan əvvəl 66-cı yürüşüdür. Orada da Çin deyil də Hindistanla Qara Dəniz sahillərini birləşdirən ticarət yolu məsələsi var idi. Onu götürməyəcəyik. Atropatenanın Romadan asılı vəziyyətə düşməsi, bəli, qeyd etdiyim kimi Romadan asılı vəziyyətə düşmüşdür. Atropatenanın Parfiyadan asılı vəziyyətinə son qoyulması, həmin vaxtı Atropatena Parfiyadan asılı deyildi. Atropatenanın Romalı canişinlər tərəfindən idarə edilməyə başlanması, qeyd etdiyim kimi, asılı olsa da Roma canişinləri yox, yerli hökmdarlar idarə etmişdi. Cavab C olacaq. 463-cü il və 510-cu il Albaniya tarixi üçün oxşar cəhətdir. Hər iki tarixdə biz bilirik ki, uzunmüddətli 510-cu ildə uzunmüddətli məzbanlıq dövrü başlamışdı. 463-də isə qısa müddətli
mərzbanlıq deyə bilərik. Onun əksi olaraq 463-dən 487-yə qədər, 3-cü Mömin Vaçaqan gələnə qədər, 510-dan isə 629-a qədər Albaniya Sasani mərzbanları, yəni canişinləri tərəfindən idarə edilmişdir. Burada da gördüyünüz kimi C bəndində söhbət ondan gedir. Xristianlığın dövlət dini elan edilməsi bu 313-dür. Roma qoşunlarının hücumlarına məruz qalması bu illərə aid deyil. Roma qoşunları ilə müharibə Albaniya Sasani tərkibində vuruşduğu döyüşlər biz deyə bilərik 359, 371 bunları qeyd edə bilərik. Alan tayfalarının yürüşlərinə məruz qalması. Alan tayfalarının yürüşləri 1-ci, 3-cü əsrlərdir. Yəni bu əsrlərdə yürüş, ən böyük yürüş də 72-74-cü illərdə olmuşdu. Yenidən müstəqil olması qeyd etdiyim kimi müstəqil yox, əksinə daxili müstəqilliyini də bu dövrdə itirmişdi. Keçək növbəti 5-ci suala. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrünə uyğundur. Bu dövr başlayacaq 630-dan 705-ə. Hakimiyyəti dövrünə uyğundur soruşur. Xəzər xaqanı ilə sülh bağlanması. Xəzər xaqanı ilə sülh bağlanıbdır 664-cü ildə Cavanşirlə Xəzər xaqanlığı arasında. Deməli, cavab A bəndi doğru götürəcəyik. Abbasilər xilafəti ilə münasibətlərin diplomatik yolla nizama salınması. Abbasilər yox, burada olmalı idi Əməvilər. Əməvilər sülaləsi ola bilərdi, onu da düzgün götürərdik. 667-670-də Şam şəhərinə gedərkən Əməvi xəlifəsi Muaviyə ilə görüşmüşdü Cavanşir. Xəzər xaqanına qarşı Bizans imperatoru ilə ittifaq yaradılması. Xəzərə qarşı yox, ərəblərə qarşı yaradılmışdı Bizans imperatoru ilə ittifaq 654-cü ildə. Məzdəkilər hərəkatının yatırılması. Bu hərəkat 481-529-da olubdu. Həmin vaxtı Mehranilər hələ tarix səhnəsinə çıxmamışdılar. Alban hökmdarı Cavanşirin Cərmidan döyüşündə iştirak etməsi. Cərmidan döyüşü 643-cü ildə olubdu. Bu vaxtı Cavanşir deyildi. Sasani mərzbanı, Cənubi Azərbaycanda Sasani mərzbanı İsfəndiyar ibn Fərruxzad olmuşdur. Yəni Albaniya ilə əlaqəsi yoxdur. Cavab A bəndi. 6-cı sual. Uyğunluğu müəyyən edin. Mərzban ibn Məhəmməd, Fəzl ibn Məhəmməd. Beyləqanın Şəddadilər dövlətinə birləşdirilməsi. Beyləqan Şəddadilər dövlətinə birləşdirilibdir. Fəzl ibn Məhəmmədin dövründə. 2-yə A. Vergi sahəsində qanunnamə qəbul edilməsi. Qanunnamə Saları hökmdarı Mərzban ibn Məhəmmədə aiddir. Xəzər dənizində hərbi donanma yaradılması. Hərbi yox, ticarət donanması ola bilərdi. Salarilərə götürə bilərdik, amma burada hərbi deyir. Paytaxtın Təbrizə köçürülməsi deyir. Bu Təbriz paytaxt olubdu ilk dəfə Rəvvadilər dövlətində, amma nə Şəddadi, nə də Salarilərdə Təbriz paytaxt olmamışdır. Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması. Şirvanşahlar dövlətini Mərzban ibn Məhəmməd asılı vəziyyətə salmışdı və bütün Azərbaycan torpaqlarını birləşdirmişdi. Fəzl ibn Məhəmməd Şəddadi hökmdarıdır və onlar Şirvanşahları tabe etməmişdilər. 1-ə B, Y, 2-yə A. Cavab olacaq A bəndi. Keçirik növbəti suala. 7-ci sual. Qazan xanın vergi islahatına aid deyil. Vergi toplanması mərkəzi divana həvalə edildi. Bu aiddir mərkəzi divana.
Bizdə aid olmayanı soruşur. Tamğa vergisi ləğv edildi. Tamğa vergisi ləğvi Səfəvi hökmdarı 1-ci Təhmasibə aiddir. Bu aid deyil Qazanxana. Qeyri-qanuni vergilərin toplanması qadağan edildi. Bu da doğrudur. Vergilər kəndxudalar tərəfindən toplanıb xəzinəyə təhvil verilməli idi. Xeyr, kəndxudalara tapşırılması Qubalı Fətəli xana aid ola bilərdi. Qazanxana yox. Cavab 2, 4, Y bəndi. Şah 1-ci İsmailin hakimiyyəti dövrünə aiddir. Qeyd edək 1501-1524 İsmailin hakimiyyət illəri. Teokratiyaya əsaslanan mərkəzləşmiş dövlət yaradıldı. Teokratiyaya əsaslanan mərkəzləşmiş dövlət yaradıldı. Şirvanşahlar dövləti tabe edilərək daxili idarəçiliyi ləğv edildi. Bizdən nə soruşur? Aiddir soruşur. Bəli, teokratiyaya əsaslanan mərkəzləşmiş dövlət yaratmışdır Şah 1-ci İsmail. Teokratiya nədir? Teokratiya o deməkdir ki, dövlət dini qaydalar əsasında idarə olunmalı idi. Şah 1-ci İsmaildə bildiyiniz kimi Səfəvi Ərdəbil şeyxlərin nəslindən gəlirdi və onlar da Şiəlik məzhəbini əsas məzhəb olaraq, ideologiya olaraq öz dövlətlərində tətbiq edirdilər və təbii ki, dövlət də dini qaydalar əsasında idarə edilirdi. Ona görə A olacaq. Şirvanşahlar dövləti tabe edilərək daxili idarəçiliyi ləğv edildi. Tabe edilməsinə edilmişdi, amma daxili idarəçiliyinin ləğv edilməsi bu 1538-də 1-ci Təhmasibə aid olacaq. 1-ci Təhmasibə aid olacaq, yəni İsmailə yox. Amudəryadan Aralıq dənizinə qədər ərazi Səfəvi imperatorluğuna daxil edildi. Aralıq dənizinə qədər səhvdir. Çünki Aralıq dənizinə qədər yox. Biz İraq daxil olmaqla Dəzlə Fərat çaylarına qədər desəydi, doğru götürərdik. Burada Aralıq dənizi səhvdir. Aralıq dənizi olması üçün Suriya və Fələstinin ələ keçirilməsi lazım idi. Amudaryaya qədər olan torpaqlar isə 1510-cu ildə Xorasan Şeybanilərdən alındıqdan sonra o ərazilərə gedib çıxmışdılar. Portuqaliyanın Hörmüzü ələ keçirməsinin qarşısı alındı, əksinə qarşısı alınmamışdı və güzəştə gedilmişdi ki, Portuqallardan odlu silah əldə etsinlər. Şəki hakimliyinə son qoyulması isə bu 1551 yenə də 1-ci Təhmasibə aid olacaq. Şah İsmailə yox. Növbəti 9-cu sual. Uyğunluğu müəyyən edin. Təbriz əhalisinin üsyan qaldırıb Teymuriləri şəhərdən qovması. Bu hadisə olub 1406-cı ildə. Şirvanşah 1-ci İbrahim qısa müddət ərzində Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilməsi. Bəli, bu hadisə və nəticə doğrudur. Üsyançılar İbrahimi dəvət edirlər, o da Təbrizi tutaraq bütün Azərbaycanı birləşdirmişdi, amma bu 2 ay sürmüşdü. Bu doğrudur. Muş döyüşündə Baharlı qüvvələrinin məğlubiyyətə uğradılması. Muş döyüşü 1467-dir. Osmanlı-Bayandurlu münasibətlərinin gərginləşməsi. Osmanlı yox, burada Teymuri olsaydı doğru olardı. Ona görə də bu yanlış olacaq. Azərbaycanda yarımköçmə feodal əyanlarının qiyam qaldırması. Cahanşahın Teymuri hökmdarı Əbu Səidlə barışıq müqaviləsi imzalanması. Yarımköçmə feodal əyanları deyir və onun başında, bu qiyamçıların başında da kim dayanırdı? Cahanşahın oğulları daha doğrusu Pirbudaqla Həsən Əli. Cahanşah da Teymurilərin paytaxtını tutmuşdu həmin vaxtı. 1458-də Heratı tutmuşdu. Lakin bu üsyana görə 1459-da Əbu Səidlə barışıq müqaviləsi imzalayır və geri çəkilir, doğrudur. Moskvanın böyük knyazı 3-cü İvanın öz elçisini Bayandurlu sarayına göndərməsi. Bu olub 1475-ci ildə. Qızıl Orduya qarşı Ağqoyunlu dövləti ilə
Moskva knyazı arasında ittifaq bağlanmır. Çünki Qızıl Ordu Moskva knyazlığından daha erkən olaraq daha tez davranıb elçilər göndərmişdi və sərhədlərin təhlükəsizliyi ilə bağlı təminat almışdı Ağqoyunlu dövlətindən. Burada uyğunluq pozulubdu. Əbhər sülh sazişinin bağlanması 1500. Ağqoyunlu Əlvəndlə Murad arasında Səfəvilərə qarşı ittifaq belə bir şey olmur. Çünki əksinə bunlar öz dövlətlərini iki yerə parçalamışlar. Bu da səhvdir. 1-3 A bəndi olacaq. 10-cu suala baxaq. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyəti formalarının müvafiq ardıcıllıqla verildiyi bəndi müəyyən edin. Torpaq mülkiyyəti formalarını. 17-ci əsrin ikinci yarısı deyir. Şərti divan deyildi. Vəqf dini idarələr idi. Divan dövlət torpaqları idi. Tiyul doğrudur. Doğrudur. Divan dedik ki deyildi. Xüsusi torpaqlar, mülk xüsusi torpaq idi. Doğrudur. İcma, cəmaatın istifadəsində olan torpaqlardır. Mülk, burada da yenə doğrudur. Soyurqal torpaqları xüsusi deyildi. Xidmətə görə verilirdi. Amma bu söhbət 17-ci əsrdən getdiyinə görə 17-ci əsrdə soyurqal yox idi. Xalisə də hökmdar, hakim sülaləyə məxsus olan torpaqlardır. Bu da xüsusi deyil. Ona görə götürmürük. Yerdə qalır dini, vəqf doğrudur. İncu Monqollarda hökmdar sülaləsinə aid torpaqlardır. Bura aid deyil. Vəqf torpaqları doğrudur. İcma qeyd etdiyi cəmaata məxsus torpaqlardır. Cavab 3. Xronoloji ardıcılığı müəyyən edin. İngiltərə parlamentinin hüquqlar haqqında bil qəbul etməsi 1689. ABŞ-nin konstitusiyasının qəbul edilməsi 1787. İngiltərənin respublika elan olunması 1649. İngiltərədə vətəndaş müharibələrinin başlanması 1642. Xronoloji ardıcıllıq 4, 3, 1, 2. B bəndi. 12-ci suala baxaq. Osmanlı Sultanı 1-ci Muradın hakimiyyəti dövrünə aiddir. 1-ci Muradın hakimiyyəti dövrü 1362. Qeyd edim ki, əvvəllər 1359 götürürlər. İndi 1362 təzə kitablarda belə götürülür. Biz də belə deyirik. Davam edib 1389 Kosova döyüşünə qədər onun dövrü. Paytaxtın Bursaya köçürülməsi elə 1362-ci ildə götürülür. Paytaxt yox. Ədirnəyə köçürülməsi. Bursa 1300 köçürülməsi 1329-dur. Bursadan Ədirnəyə köçürülməsi isə 1-ci Murada aid olardı. Bu Orxan Qaziyə aiddir. 14-cü əsrin ikinci yarısında hakimiyyətdə olması bəli, doğrudur. 14-cü əsrin ikinci yarısına düşür. Bolqarıstanın Osmanlı dövlətindən asılılığı qəbul etməsi. Serbləri və Bolqarıstanı asılı vəziyyətə salmışdı, doğrudur. Niqbolu döyüşündə səlibçilərin birləşmiş qüvvələri üzərində qələbə qazanılması. Bu döyüş olubdu 1396-cı ildə 1-ci Bəyazida aiddir. Əsas diqqətin Bizansın paytaxtı Konstantinopolun tutulmasına yönəldilməsi. Bu da səhv olacaq, çünki Balkan yarımadasında torpaqlar ələ keçirməyə əsas diqqət yetirmişdi. O 1-ci Bəyazid idi ki, diqqətini Konstantinopola yönləndirmişdi. 2-3 cavab B bəndi. Hadisələrdən hansının yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır? ZSFSR-in yaradılması prosesinin başa çatması. Bu 1922-ci ilin dekabrında olubdu. Qars müqaviləsinin imzalanması
1921-ci ilə aiddir. Moskva-Qars müqavilələri. Qarabağda Sovet rejiminə qarşı üsyanın baş verməsi. Bu AXC-nin süqut etdiyi ildədir. 1920-ci ilin mayın 25-də başlanmışdır. Naxçıvan MSSR-nin təşkil edilməsi 1924-cü ilə aiddir. Doğru cavab 3, 2, 1, 4. Bizdən soruşur, yerini dəyişdik. Xronoloji ardıcıllıq yeri düzəlmiş olsun. Baxırıq, deməli, 20-ni əvvəl aparsaq, 22-ni də onun yerinə gətirsək, 1 ilə 3-ün yerini dəyişsək, doğru cavab düzəlmiş olar. Növbəti 14-cü suala baxırıq. 14-cü sual. Vestfaliya sülh müqaviləsinin nəticələrinə aiddir. Qeyd edək, 1648-ci ildə Avropada 30 illik müharibə başa çatdıqdan sonra bu sülh müqaviləsi imzalanmışdı. Avropada dini müharibələr dövrünün başlanması, yox başa çatması olmalı idi. Qərbi Avropada üstünlüyün İspaniyaya keçməsi, İspaniyadan Fransaya keçir. Fransaya keçmişdi, bu səhvdir. Almaniyanın siyasi dağınıqlığının rəsmiləşdirilməsi, bu doğru cavab olacaq. Almaniya olsa siyasi dağınıq vəziyyətdə idi. Müqəddəs Roma imperiyası, bu müharibə onları daha da bir-birindən ayırır. Çünki protestant və katoliklər arasında da müharibə gedirdi Almaniya daxilində. Bu da onların daha da parçalanmasına səbəb olmuşdu. İngiltərədə vətəndaş müharibəsinin başa çatması əksinə başlanmasına səbəb olmuşdu. 1642-46-cı illərdə bir də 48-də baş vermişdi. Almaniyada Katolik kilsəsinin ilk dəfə rəsmi olaraq bölünməsi 1555-də Augsburg sülhünə aid ola bilər. Reformasiya 16-cı əsrdə başlamışdı Almaniyada. Yəni Vestfaliyada ilk dəfə götürə bilmərik. Cavab Y. 15-ci sual. Erkən orta əsrlər türk dövlətləri, Xəzər xaqanlığı, Uyğur xaqanlığı. Baxırıq, dövlətin paytaxtlarından birinin İdil olması doğrudur, Xəzər xaqanlığına aid olacaq. Qonşu türk xalqı olan peçeniklərin hücumlarına məruz qalması. Qonşu türk xalqı olan peçeniklər, Xəzər xaqanlığı bunlarla müharibədə özdə zəifləmişdi. Bu da doğru cavab olacaq. İkinci Göytürk xaqanlığının süqutu nəticəsində yaranması. İkinci səhv olur. Birinci Göytürk dövlətindən Qərbi Göytürk dövlətinin süqutu nəticəsində 7-ci əsrin 50-ci illərində yaranmışdı. Talas vadisində döyüşdə ərəblərin məğlub edilməsi. Ərəblər Talas döyüşündə Çini məğlub etmişdilər. Ona görə bu səhvdir, aid deyil Uyğura. Çinə yürüş edərək imperatorun hakimiyyətinin ləğv edilməsi. İmperatorun hakimiyyətini ləğv etmirlər. Əksinə devrilmiş Çin imperatorunu yenidən taxta çıxardırlar. Dini pərakəndəlik nəticəsində dövlətin zəifləməsi. Burada mani təliminin qəbul edilməsi məsələsi var ki, Böcü xanın dövründə. Bu da Uyğur dövlətində dini pərakəndəliyə və həm də dövlətin zəifləməsinə səbəb olmuşdu. 1 AB, 2 C. Cavab A bəndi. 16-cı sual. AXC-nin 1918-ci il dekabrında yaranmış hökumətinin fəaliyyətinə aiddir. Söhbət 3-cü hökumətdən gedir. 3-cü hökumət kim başçılıq edirdi? Fətəli xan Xoyski. Dekabrda yaranır, 1920-ci ilin aprelinə qədər davam etmişdir. Neft sənayesinin milliləşdirilməsi haqqında dekretlər qəbul edilməsi. AXC-də ümumiyyətlə milliləşdirilmiş, yəni neft sənayesi əksinə milliləşdirilmiş neft sənayesi 5 oktyabrda keçmiş sahiblərinə
qaytarılmışdı. Naxçıvan general qubernatorluğunun ləğv edilməsi, yaradılması onun dövrünə düşür. Ləğv edilməsi sözü səhvdir. Naxçıvan general qubernatorluğu 19-cu ilin fevralında yaradılmışdı. Deməli, AXC də bu 3-cü hökumət də 1918-ci ilin dekabrın 26-sında fəaliyyətə başlayır, 19-un aprelinə qədər davam etmişdir. Torpaqların kəndlilərə pulsuz paylanması haqqında qanun qəbul edilməsi. Torpaq islahatı keçirilməyə çalışılır, ancaq bu aprel işğalına görə baş tutmur. Yəni belə bir qanun qəbul edilməmişdi. Yadda saxlamaq lazımdır. Aqrar islahatdır, əlifba islahatıdır. Bunlar baş verməmişdi AXC dövründə aprel işğalına görə. İngilis qoşunlarının ölkə ərazisinə daxil olması. İngilis qoşunları 1918-ci ildə 2 dəfə daxil olublar. 1918 avqustda və noyabrda. Avqustda Densterville idi, gəlmişdi. Noyabrda isə General Thomson gəlmişdi. Bu da görürük ki, 3-cü hökumətə düşmür. Biz dekabrdan başlayır. General Thomson tərəfindən Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanınması. Bəli, Thomson gələrkən əvvəlcə tanınmır, ancaq demokratik üslubda qurulmuş parlament və hökuməti gördükdən sonra fikrini dəyişir və Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıyır 3-cü hökuməti. Cavab Y. 17-ci suala baxaq. Eradan əvvəl 4-cü yüzilliyin ikinci yarısında Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin müstəqilliyinə son qoyulmasının səbəbi. Söhbət Eradan əvvəl 338-ci il Xeroneya döyüşündən gedir. Xeroneya. Bu döyüşdə Yunan şəhərləri Makedoniya çarı 2-ci Filipə məğlub olurlar. Spartadan başqa bütün Yunan şəhər dövlətləri də müstəqilliyini itirir. İndi soruşur ki, səbəbi. Səbəbi Xeroneya döyüşündə Yunanların Makedoniya ordusuna məğlub olması, elə A bəndini götürəcəyik. Digər variantlara baxaq. Bəzən uşaqlar səhv yazırlar, amma səbəbini bilmirlər. Baxaq, izah edək. Roma tərəfindən Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması bu eradan əvvəl 146-cı ilə düşür. Makedoniya hakimiyyətindən qurtulurlar. Bu səfər düşürlər Roma hakimiyyəti altına. Sparta ilə müharibədə Afina və müttəfiqlərinin məğlub olması. Bu müharibə də eradan əvvəl 431-404-cü illərdə olmuşdu. Yəni aidiyyəti yoxdur. Fermopil döyüşündə Yunan qoşunlarının Əhəməni ordusuna məğlub olması. Bu da eradan əvvəl 580-ci ilə aiddir. Kiçik Asiyanın qərbindəki Yunan şəhərlərinin Əhəməni imperiyasına tabe edilməsi bu eradan əvvəl 6-cı əsrdir. Gördüyünüz kimi bunlar müxtəlif əsrlərdə baş vermişdi və 4-cü əsr olan Xeroneya döyüşüdür. Firon 1-ci Tutmosun hakimiyyəti dövrünə aiddir. 1-ci Tutmosun dövründə şərqə işğalçı yürüşlər aparılır. Fərat çayına qədər gedib çıxmışdılar. Fələstin və Suriyanın işğal edilməsi aiddir. Paytaxtın Memfis şəhərinə köçürülməsi. Memfis yox, Memfisdən Fif şəhərinə köçürülübdür. Bu eradan əvvəl 2-ci minilliyə aiddir. 1-ci Tutmosa aid deyil bu hadisə. Misir dövlətinin cənub sərhədlərinin ilk dəfə Fərat çayına. Burada cənub sözü yanlışdır. Cənubda Nubiyanı artıq Nubiyaya qədər gedib çıxmışdılar. Şimalda desəydi, o düz olardı.
Cənubda Nubiyanın tabe edilməsi, bəli, Cənubda Nubiya tutulmuşdu. Het dövləti ilə Suriya uğrunda müharibə aparan da 2-ci Ramzesə aiddir. 1-4 cavab D bəndi. 19-cu sual. Bu müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən ilhaq edildi. Azərbaycanın cənub əraziləri isə Qacarlar dövlətinin tərkibində qaldı. Şah dövləti Xəzər dənizinin Rusiyanın daxili dəniz olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Şah dövləti Rusiyaya hərbi təzminat ödəməli idi. Söhbət 1828 Türkmənçay müqaviləsindən gedir. Mətndə bəhs edilən müqavilənin 1829-cu il Ədirnə müqaviləsi ilə oxşar cəhətini müəyyən edin. Ermənilərin Qacarlar dövlətinin ərazisindən Qarabağa köçürülməsi. Bu yalnız buna aiddir, Türkmənçaya aiddir. Burada isə Qacarlardan Ədirnə Osmanlı ilə imzalanmışdı və Osmanlıdan köçürülməsi nəzərdə tutulurdu. Bunu ortaq götürə bilmərik. Qacarlar dövlətinin Rusiyaya hərbi təzminat ödəməsi. Qeyd etdiyim kimi bu Osmanlı ilə imzalanmışdı. Yəni Qacarlara aidiyyəti yoxdur. Xəzər dənizinin Rusiyanın daxili dənizi kimi tanınması, bu da Ədirnədə yoxdur. Bizdən oxşar cəhəti soruşur. Baxırıq digər variantlara. Qacarlar dövləti və Rusiya arasında imzalanması. Dedik, Ədirnə Osmanlı arasında imzalanıbdır. Ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bəli, hər ikisində də ermənilər köçürülmüşdür. Doğru cavab olacaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 70-ci il kəndli islahatı, Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun isə 1900-cü ilə aiddir. Kəndlinin öz pay torpağını satın alıb şəxsi mülkiyyətinə keçirmək hüququna sahib olması 1-ə aid olacaq, 70-ə. Kəndlilərin icma torpaqlarından nəsli istifadə hüququ alması, bu 1900-ə aiddir. Torpaqların kəndlilərin birbaşa mülkiyyətinə keçməməsi, birbaşa mülkiyyətinə hər ikisində də keçmirdi. Pulu olan 70-də alıb keçirə bilərdi. Kəndlilərin müvəqqəti mükəlləfiyyətli vəziyyətindən azad olunması, bu 1912-ci ilə aiddir. 1912-13-cü ilə aiddir. Bəylərin kəndlilər üzərində polis və məhkəmə hüququnun ləğv edilməsi. Bu da 1865-ci ilə aiddir. Heç birinə aid deyil. A, B, C. Cavab D bəndi olacaq. 21, yəni aşağıda qaldı. 21-ci sual. 19-cu əsrin ikinci yarısında Şuşa və Şamaxı şəhərlərinə aid oxşar cəhət ikinci yarısı soruşur. Müəllimlər seminariyasının fəaliyyətə başlaması heç birinə aid deyil. Üsul-i cədid məktəblərin yaradılması, bəli, 19-cu əsrin ikinci yarısında ilk dəfə Şamaxıda Seyid Əzim Şirvani tərəfindən 1869, daha sonra isə Şuşada Mir Möhsün Nəvvab tərəfindən və digər şəhərlərdə, Naxçıvanda, İrəvanda, Təbrizdə fəaliyyətə başlamışdı yeni üsullu məktəblər. Azərbaycan dilində qəzetlərin nəşrinə başlanması bu 1875 Bakıda olubdu ilk dəfə, ikinci qəzeti. Qəza məktəblərinin açılması, bu başlayıb 1830-da. Şuşada ilk dəfə başlamışdı. Daha sonra Şamaxıda və s. yəni birinci yarısına aiddir. Müdafiə xarakterli memarlıq abidələrinin inşa edilməsi bu dövrdə inşa edilməyibdir. Cavab B bəndi olacaq.
22-ci sual. İmam Mustafayevin Azərbaycan SSR-də rəhbərliyi dövrünə aiddir. İmam Mustafayevin hakimiyyəti dövrü, rəhbərlik dövrü 1954-1959. Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması barədə maddənin əlavə edilməsi, bəli, 1956-cı ildir. Doğrudur. Bakı radiosunun fəaliyyətə başlaması 1926. Milli Azərbaycan qərargahının təşkil edilməsi 1962. 2000 hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqında qərarın icrasının qarşısına alınması 1969 Heydər Əliyevin rəhbərliyə başladığı ildə, Bakı metropoliteninin istismara verilməsi 1967. Gördüyünüz kimi digər variantlar uyğun gəlmir. Şimali Azərbaycanda Rusiya imperiyasına qarşı Milli Demokratik Hərəkatın ikinci mərhələsinin səciyyəvi cəhətlərinə aiddir. Bu ikinci mərhələsi deyəndə nəzərdə tutulur, başlayır 1905-dən davam edibdir 1917 fevral inqilabına qədər. Birinci mərhələ isə 1875-1904 idi. Üçüncü mərhələ isə 1917 fevral inqilabından sonra Cumhuriyyətin qurulmasına qədər. Milli siyasi təşkilatların formalaşması, bəli, ilk dəfə elə 1905-ci ildə milli partiya olan Qeyrət Partiyası yaradılmışdı. Bunu götürə bilərik. Milli Məclisin çağırılması. Milli Məclis olmayıbdır bu dövrdə. Muxtariyyət tələbinin irəli sürülməsi. Artıq bu partiyalar, xüsusən başda Müsavat Partiyası olmaqla, bunlar nə edirdilər? Muxtariyyət tələbləri irəli sürürdülər. Milli hökumətin yaradılması. Şimali Azərbaycanda bu dövrdə yaradılmamışdı milli hökumət. Milli mətbuatın fəaliyyətə başlaması. Milli hökumətin yaradılması, yəni bu 1918-ci ildir. Həmin Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 28 maya aiddir. Milli mətbuatın fəaliyyətə başlaması da bayaq qeyd etdik 1875-dən götürəcəyik. Doğru cavab 1-3. 24-cü suala baxaq. Xəritə sualı. Xəritədə rəqəmlərlə verilmiş rayonlara aid oxşar cəhətləri müəyyən edin. 1. Kəlbəcərdir. Kəlbəcər. 2 isə Ağdamdır. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Bəli, Kəlbəcər. Apreldə, iyulda isə Ağdam işğal edilmişdir. Oxşar cəhətləri soruşur. 2021-ci ildə yaradılmış Qarabağ iqtisadi rayonuna daxil edilmişdir. Ağdam, bəli, amma Kəlbəcər yox. Kəlbəcər götürməyəcək. 2016-cı il aprel döyüşləri nəticəsində ərazinin bir hissəsi Azərbaycan ordusu tərəfindən azad edildi. Heç birinə aid deyil. Orada Tərtər rayonunda Talış kəndi ətrafındakı yüksəkliklər idi. Bir də Cəbrayılın Cocuq Mərcanlı kəndi ətrafında yüksəkliklər, Lələtəpə qeyd edə bilərik. Daha doğrusu, bəli, Lələtəpəni orada qeyd edə bilərik. 2020-ci ilin noyabrında işğaldan azad edildi. Bəli, bu Şuşa azad ediləndən sonra 3 tərəfli bəyanat imzalanır 10 noyabrda və buna əsasən 20 noyabrda Ağdam, 25 noyabrda isə Kəlbəcər azad edilmişdir. 2023-cü ildə Azərbaycan ordusunun antiterror əməliyyatı nəticəsində rayon mərkəzi azad edildi. Xeyr, bu Xocalıya aiddir, Xocavəndə aiddir. Bunları götürə bilərik. Buna aid deyil. 1-4 cavab.
Növbəti sual 25. 1878-ci il Berlin Konqresinin qərarlarına aid deyildir. Serbiyanın müstəqilliyi aiddir. Qars, Ardahan və Batum Rusiyaya ilhaq edildi, doğrudur. Kiprin idarə edilməsi müvəqqəti olaraq Avstriya Macarıstandan yox olmalı idi. İngiltərə, ona görə bu səhvdir. Bizdən soruşur aid olmayanları. Mən burada Qars, Ardahan, Batum ilhaq edildi. Bu aiddir. Kiprin idarə edilməsi dedik, bu aid deyil. Makedoniyanın müstəqilliyi tanındı. Makedoniya knyazlığının yaranması 1913-cü ilin 13-cü ildə baş vermiş 1-ci Balkan müharibəsinin nəticəsində olmuşdur. London müqaviləsinə əsasən. Bu da aid deyil. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirdi. Berlin Konqresinə aid deyil. Bu Paris 1856 Krım müharibəsindən sonra dövrə aiddir. 3, 4, 5. 26. Azərbaycan Respublikasına aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. İlk bələdiyyə seçkilərinin keçirilməsi 1999. Konstitusiya Məhkəməsinin yaradılması 1998. Əsrin müqaviləsi üzrə neft hasilatına başlanması 1994. Torpaq islahatı burada qarışdırmamaq lazımdır. Əsrin müqaviləsi üzrə əsrin müqaviləsinin imzalanması desə 94 götürə bilərdik. Neft hasilatına başlanması deyir. Bu Bakı Novorosiysk kəmərinin istifadəyə verilməsi ilə götürüləcək. 1997 olmuşdur. Torpaq islahatı haqqında qanunun qəbul edilməsi bu da 1996-dır. Və nəticədə bizdə olacaq cavab 4, 3, 2, 1. 4, 3, 2, 1. 27. Uyğunluğu müəyyən edin. Cənubi Azərbaycan Xiyabaninin başçılıq etdiyi hökumət deyirsə bu 1920-ci il iyunun 23-dən başlayır. İyunun sentyabrın 14-nə qədər. Bir də Pişəvərin başçılıq etdiyi hökuməti deyirsə yenə də 1945 dekabrın 12-dən başlayır, davam edibdi. 46 dekabrına qədər, 1946 dekabra qədər. İndi baxaq, Qacarlar sülaləsinin devrilməsi. Heç birinə aidiyyatı yoxdur bunun. Qacarlar devrilibdir 1925-də. Cənubi Azərbaycanda ilk dəfə əncümənlərin yaradılması. Bu 1906-cı il Məşrutə hərəkatına aiddir. Milli Qvardiyanın yaradılmasına başlanılması. Milli Qvardiya Xiyabaninin hökuməti dövründə baş vermişdir. 1-ə C olacaq. Ali məhkəmənin mövcud olması Pişəvərinin dövrünə aiddir bu. Təbrizdə universitetin təsis edilməsi də 46-cı il. O da Pişəvəriyə aid olacaq. 1-ə C, 2-ə D, Y. Bunu düzəldək. Deməli, 20-ci əsrin başlanğıcında Azərbaycanın neft sənayesi inkişaf sürətinə və məhsul istehsalına görə dünyada birinci yerə çıxdı.
O 1901-ci ildə dünyada istehsal olunan neftin yarısından çoxunu və Rusiyada istehsal olunan neftin 95%-ni verdi. Lakin tezliklə sənaye 1900-1903-cü illər dünya iqtisadi böhranının zərbələrinə məruz qaldı. Böhran cəmiyyətdəki bütün daxili ziddiyyətlərin qeyri-adi kəskinləşməsi şəraitində baş verdi. 1900-1903-cü illərdə dünyanın bazar iqtisadiyyatı ölkələrini bürümüş ifrat istehsal böhranı Rusiyada daha güclü idi. Azərbaycanda sənaye böhranı xüsusiyyəti ondan ibarət idi ki, o neft sənayesindən başqa sənaye sahələrinə nisbətən gec, lakin çox güclü təsir etmişdi. Mənbədə bəhs edilən dövrdə böhran nəticəsində dünya neft istehsalında birinciliyi ələ keçirən ölkənin adını yazın. Əvvəl Azərbaycan idisə, yəni Rusiya daxilində Azərbaycan nefti idisə birinci yerdə, birincilik sonra keçir ABŞ-nin əlinə. Mənbədə bəhs edilən dövrdə mis sənayesinin neft sənayesindən fərqli cəhətini yazın. Burada söyləyə bilərik ki, mis sənayesində əsas istehsal Alman kapitalından məxsus idi. Bu Siemens qardaşları idi, Siemens şirkəti. Digər bir fərqi isə mis sənayesində 20-ci əsrin əvvəllərində inhisarlaşma başlamışdı, amma neft sənayesində 19-cu əsrin sonlarında başlamışdı. Növbəti suala baxaq. Mənbədə bəhs edilən böhranın Şimali Azərbaycanda neft sənayesi üçün 2 nəticəsini yazın deyir. Böhran nəticəsində xırda müəssisələr iflasa uğrayırlar, təmərküzləşmə prosesi sürətlənir. Neft hasilatı daha iri neft şirkətlərinin əlinə keçir. Bundan başqa xarici kapital da Azərbaycana axmağa başlayır. Azərbaycanda, Şimali Azərbaycana. Oil shale şirkətlərini buna misal olaraq göstərə bilərik. Bu qədər əziz dostlar. Bəyəndinizsə paylaşa bilərsiniz, kanalıma abunə ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.